Salam, mən Mikail Gülədinoğlu. Yenə gəldim deyəm ki, Mikailli Show yenə efirdə də axşamınız xeyir olsun. Əla, gözəl və həmişə olduğu kimi böyük, möhtəşəm, gözəl tamaşaçılar. Ona görə də həmişə olduğu kimi bugün də Mikail öz ənənəsinə sadiq qalıb deyəcək ki, bu məhəbbətin, bu rəğbətin qarşısında baş əyirəm. Əziz tamaşaçılar, eşq olsun sizlərə. Gözəl gündür və düzdür, adəti üzrə mən ansamblı təqdim eləyəndə ilk öncə ansamblın bədii rəhbəri Nofəl Süleymanovun adını çəkirdim. Bugün səhhəti ilə bağlı Nofəl Süleymanov yoxdur, amma mütləqdir ki, gələn efirdə Nofəl bizlərlə olacaq. Salamlayırıq buradan Nofəl qardaşımızı və bugün Virtuoz layihəsindən də bizim Space kanalında Virtuoz layihəsindən yaxşı tanıdığınız gözəl gitar ifaçısı Mikhailo, yəni Mehdi burada da alqışlayırıq. Mehdi, bizim Aydın, Cavad, Amin və heç nə kam olmayan Rəhman və səs rejissorumuz Səyyar. Əla. Qəşəng və istəyirəm qonaqlara keçid alaq. Sözsüz ki, bilirəm, indi alqışlardan aləm bir-birinə dəyib, həm ekran vasitəsilə baxan tamaşaçılar, həm də burada. Çünki Məhəbbət Kazımov buradadır. Təşəkkürlər. Və ilk dəfə olaraq Şəbnəm Tovuzlu buradadır. Və sözsüz ki, Aşıq Mübariz. Bəli, hər üç qonağımızı salamladılar tamaşaçılarımız. Mən istəyirəm Məhəbbət müəllim, sizdən başlayaq, tamaşaçılarımızı salamlayaq. Buyurun. Çox böyük təşəkkür edirəm. Salam, axşamınız xeyir. Hörmətli Space kanalının izləyiciləri, hər birimizin qapısında, ocağında, eyvanında, evinizin kəndarında Space kanalı daimi var olsun, yaşasın. Space'e baxasınız, ona görə təmiz istəyirsən. Ona görə üzr istəyirəm, təşəkkür edirəm çaldığınıza görə. Məni xalq niyə sevir? Ona görə düz danışıram. Oxumağımı o qədər sevməsələr, amma düz danışmağımı ondan yaxşı sevirlər. Mən bir dənə show proqram tanıyıram, Azərbaycan incəsənət aləmində, Azərbaycan televiziya sistemində bir dənə show. O da sevimli şou, Mikailin şousu. Bir Mikail ürəkdən alqışlayaq, xahiş edirəm. Təşəkkürlər Məhəbbət müəllim, çox sağ olun. Deyəcəyim sözlər, icazə verirsənsə əgər, deyim, buradan bir balaca sifariş göndərirəm, baxanlara. Xahiş edirəm, televiziyanı açanda, açın, baxın, görənəyə baxırsınız. Axır vaxtlar, efirlər balaca üzr istəyirəm, incəsələr də deyəcəm, inciməsələr də. Efir variantın, efirə baxılma işlərini çöndərib eləyiblər, nə bilim, başqa titullar. Filankəs belə yıxıldı, filankəsin qapısı belə qırıldı, filankəsin qızı ərə getdi, heç getməyib. Filankəsi eləndirlər. Olmaz, belə olmaz. Olmaz. Azərbaycan xalqının öz mentaliteti var, öz ürəyi var, öz sirdaşı var, öz deyimi var. Azərbaycan, sənə qurban olum. Azərbaycan bərkəllərdədir. Cənab Prezidentimiz də seçilib, onun qədərsizlərim, yaşasın İlham Əliyev sənətləri. Təşəkkürlər, Məhəbbət müəllim. Və bir gözəl bir dənəsən mahnısını qonaqları salamlayıram. Buyurun, ifa ilə də salamlayın tamaşaçılarımızı və sonra Şəbnəm xanım və Aşıq Mübariz salamlayacaq. Məhəbbət Kazımov və canlı bir ifa ilə.
bilək sevgili qədrini. Cənnətdən uşaq mələk bir dənədir bir dənə, cənnətdən gələn balam bir dənədir bir dənə, cənnətdən gələn balam bir dənədir bir dənə, cənnətdən gələn balam bir dənədir bir dənə. Teşekkürler ve yerlerinizi alın. Ben telefon nömrələrini xatırladacağım. Canlı tamaşaçılar zəng eləyəcəklər və ondan sonra Şəbnəm xanım salamlayır tamaşaçılarımızı, eləcə də Aşıq Mübariz. Telefon nömrələri şəhər nömrələrindən 538 08 63
Yəni 012 538 0863 və 538 0864 nömrəsinə zəng eləyə bilərsiniz. Buyurun Şəbnəm xanım. Salamlayın tamaşaçılarımıza süngərli mikrofonla. Buyurun. Çox sağ olun. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Mən də həqiqətən çox sevinirəm. Belə bir gözəl bir sənətkarlarla burada bu səhnəni bölüşürəm. Təbii ki, Mikail Show, sevimli show oldu Mikail Show. Mikail'in sevimli şovusu, bəli. Sevimli show, hər kəs bu verilişi izləyir, qocadan tutmuş, kiçiyə qədər. Təbii ki, bizlər sevinirik, bu gözəl tamaşaçılarımız da həmişə bizə dəstəkdir, həmişə bizə ürək dirək verirlər. Çox sağ olsunlar deyirik, həmişə uğurlu olsun. Təşəkkürlər. Uğurlu olsun, sənə düşərli olsun. Onsuz da bütün millətimiz sevir. Mikail deyəndə hər kəs efirdən çəkilmir. Çox sevinirik. Gəlsin musiqiçilərimizdən gələcəklər. Buranın öz adət ənənəsi var. Tamaşaçılardan zəngi alandan sonra. Bəli. Çünki burada istədiyiniz mahnını oxuya bilməzsiniz. Bəli, tamaşaçı deyəcək. Rica edirəm. Alqışlarla Şəbnəm xanım hazırda Aşıq Mübarizə salamlayacaq. Amma tələsmədən. Alo deyəndən sonra. Alo. Alo. Salam əleyküm. Əleyküm salam. Kimdən danışırıq? Mehman müəllimdən danışırsınız. Beyləqan rayonundan getmişəm. Eşq olsun əhli Beyləqana. Buyurun. Mikail müəllim, sizin bu verilişinizi çox sevinirik, çox bəyənirik. Çox sağ olun, var olun. Siz də sağ olun. Mübariz müəllimlə bir ruhani döndərməsi istəyərdik. Əla. Aşıq Mübarizdən ruhani döndərməsi gələcək. Alqışlayaq və Mübariz, salamlar sonra. Bir kəlmə Mikail, mən istəyərdim. 5 kəlmə də olar. Mən istəyərdim ki, həqiqətən də bu verilişi ən əsasda, ən əziyyət çəkən, həmişə ürəyimdə arzulamışam ki, Allah təala o günü qismət elə mən o verilişə gedəndə görüm ki, sevimli Mikaildir. Valla ürəyimdən keçən buydu və bugün mən içəri daxil olanda bu yazıları görəndə o qədər sevindim. Həmişə əksik olmayasan, o qədər əziyyət çəkmirsən sən bu verilişə. Və burada əyləşən bütün dəyərli tamaşaçıları var. Bu dəqiqə dəyərli vaxtların sərf edib əyləşib burada bizi izləyirlər. Hər birini salamlayıram. Efir qarşısında əyləşən bütün Azərbaycan xalqını salamlayıram və baş əyirəm qarşılar. Eşq olsun, başımızı olsun. Mübariz, ifa gələcək səndən, amma indi deyil, əzim. İndi deyil, bəli, sonra. Və indi reklamlara keçid alacağıq. Reklamlardan dərhal sonra Mehdi buradadırsa, Mehdidən gözəl bir ifa alandan sonra Aşıq Mübarizdən sözsüz ki, ruhani döndərməsi, elədirmi? Bəli, ruhani döndərməsi gələcək. Amma hamı bilir, Məhəbbət Kazımov da bilir, Şəbnəmin özü də bilir ki, mən də Mübarizi nə qədər çox istəyirəm. Mübariz canı. Bap balaca reklamlardan sonra yenə buradayıq. Bəli, bap balaca reklamlardan sonra gürültülü alqışlarla dərhal keçid aldıq və Aşıq Mübarizə sifariş gəlmişdi. Mübariz, mən istəyirəm bu gözəl ruhani döndərməsi bizə ekran vasitəsi ilə baxan və önəmli günləri olanlar üçün də gəlsin ki, Ağcabədidən, məhz Afşar kəndindən bizim bir qardaşımız var, mərkəz qardaşımız. Onun balasının 1 yaşı olur, Nərgiz qızımızı alqışlayırıq və səhiyyə işçiləri bizə baxır, Ziyafət müəllim bizə baxır, Ziyafət doktor, Günay doktor bizə baxır və Ata Kişizadə bizə baxır, tanınmış şefetolog. Biz Sədərdin müəllimdə salamlayırıq və gözəl bir ruhani döndərməsi gəlsin.
Teşekkürler Raşıq Mübariz. Çok sağ ol ve telefon xəttində tamaşaçımız var. Alo. Salam Mikail müəllim. Salam aleyküm, akşamınız xeyir olsun. Kimlə danışır? Akşamınız xeyir. Mikail dünyasına eşq olsun deyirik. Sizləri salamlayan bədii qirayəçi Talib nəğməkardır. Biz de sizleri salamlayırıq, eşq olsun deyirik. Buyurun, buyurun. Dəyərli sənətkarlarımızı salamlayıram. Var Bu olun. verilişə qoşduğuna görə verilişin prodüseri Elvin müəllimə təşəkkürümü bildirirəm. Bu gözəl ansambla salamlarımı göndərirəm. Çok sağ olun. İzran Sifarişiniz müəllimin, Nəzakət xanımın salamlarını sizlərə yetirirəm. var olsunlar, sağ olsunlar. O güzel insanlar ve sifarişiniz kime olacak? Sifarişimiz dəyərli sənətkarımız Şəbnəm xanımdan bəxt düzüyü mahnısıdır. Mümkünsə bir gözəl bəxt düzüyü mahnısı səsləndirəsiniz. Bəxt düzüyü mahnısı. Bəli. Aha, teşekkürler, çok sağ olun. O sizin mahnıdır səhvimiz. Bəli, bu bizim Sırf özünüzün bəli, mahnısı. sırf özümüzə aid olan mahnıdır. Çox sağ olsun deyirəm tamaşaçılarımıza. Ve buyurun, bəxt Tabii ki. düzüyü mahnısı gelsin. Eşq olsun deyirik sizlərə. Mən onu unutmamışam, yüreğimden atmamışam. Mən onu unutmamışam, yüreğimden atmamışam. Eşkimiz kalsa da yanımda olmazsa da arzular, hasretiyle odlanmışam. Eşkimiz kalsa da yanımda olmazsa da arzular, hasretiyle odlanmışam. O benim itirmişem bəxtüzüyüm, o benim yollarına güldüzüyüm, o benim misalından el üzdüyüm, bir keşke məhəbbətin yarım olur. O benim itirmişem bəxtüzüyüm, o benim yollarına güldüzüyüm, o benim misalından el üzdüyüm, bir keşke məhəbbətin yarım olur. Eşq olsun. İkimiz de tələbəydik, biz birlikdə əhd eylədik. İkimiz də tələbəydik, biz birlikdə əhd eylədik. Məktəbi qurtaracaq, əbədi qovuşacaq, deyəsən biz gözəl gəldik. Məktəbi qurtaracaq, əbədi qovuşacaq, deyəsən biz gözəl gəldik. O benim itirmişəm bəxtüzüyüm, o benim yollarına güldüzüyüm, o benim misalından el üzdüyüm, bir keşke məhəbbətin yarım olur. O benim itirmişəm bəxtüzüyüm, o benim yollarına güldüzüyüm, o benim misalından el üzdüyüm, bir keşke məhəbbətin yarım olur. Gözlerin ağladır yalan, yüzük piyalədir yan. Dərdimin dərmanısan, başıma bəladır yan. Gözlerin ağladır yalan, yüzük piyalədir yan. Dərdimin dərmanısan, başıma bəladır yan. Gözlerimi süzməyən, yüreğimi üzməyən, senden yakın kimim var, benden tez
möhtəşəmdən gözəl bir ifa və bu gözəl ifadan sonra Mehdidən ifa gələ bilərmi? Aha, balaca reklamlardan sonra Mehdidən gözəl ifalar gələcək, ifa gələcək daha doğrusu. Reklamlar. Bəli, balaca reklamlardan sonra gürültülü alqışların sələvar altında Mehdidən gözəl bir ifa alacağıq və ondan sonra sözsüz ki, tamaşaçılarımızın sifarişinə keçid alırıq. Buyur Mehdi.
Aha, telefon xəttində tamaşaçımız var. Alo. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Mən orada əyləşən bütün qonaqları ürəkdən salamlayıram. Biz də sizləri salamlayırıq. Xatirə İslamdır bizdən danışaq. Alqışlayaq Xatirə xanım. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Mən orada bütün musiqiçiləri, qonaqları, müğənniləri hamını salamlayıram. Mikail, şəxsən sənə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ ol, Xatirə. Məhz Məhəbbət müəllimi mən orada görməyə çox şad oldum. Bilmirəm, bilirsiniz, bilmirsiniz. Məhəbbət müəllim mənə toy məktəbini örgədən ilk insandır ki, mən hal-hazırda bugünkü gündə indi bilirik də kim nətər məclisdə oxuyur, ifa eləyir. Yəni mən bugünkü gündə Məhəbbət müəllimə borcluyam. Və yəqin ki, sifarişiniz də olacaq. Mən əslində Mikail, çox istəyərdim ki, Məhəbbət müəllim məsələn qonaq olanda mən də orada olum. Çünki mən populyar olandan sonra Məhəbbət müəllimdən bir yerə hələ düşməmişəm. Amma mən çox istəyərdim ki, verilişdə onunla bir yerdə olardım. Yəni gözəl müğənni olmaq olar, tanınmış müğənni. Biz sizə zəng eləmişdik, əlaqə saxlaya bilmədik sizlə. Hə, yəni gözəl müğənni olmaq olar, tanınmış müğənni, populyar, sevilən müğənni olmaq olar. Amma bu toy elə bir şeydir ki, yəni onu hər adam bacarmır da. Ona görə də yəni mən həmişə demişəm, ömrümün sonuna qədər də mən estradanı Gövhər Həsənzadədən, muğamları İslam Rızayevdən, toy məktəbini isə Məhəbbət müəllimdən öyrənmişəm və bununla fəxr eləyirəm. Və mən ömrümün sonuna kimi də mən deyirəm, Məhəbbət müəllim mənim üçün həmişə bir nömrədir, həmişə. Təşəkkürlər Xatirə xanım, çox sağ olun və yəqin ki, Məhəbbət müəllimdən də gözəl bir ifa gələcək, amma siz istəyin. Aha, alınmadı Xatirə xanımın mahnı sifarişi, amma sizdən gözəl bir şux mahnı gəlsin. Məhəbbət müəllim. Sənə qurban olum. Allah eləməsin, buyurun. Xatirə xanımın cavabını verim. Xatirə xanım, hər kişinin qabında bir şey olmasa, onu qabağa çəkmək qeyri-mümkündür. Xatirənin danlıları var idi, onunla da vurdu, gəldi, çıxdı, Respublikamızda bu saatı ən üzdə olan xanəndə müğənni qızımızdır. Xatirənin dünənləri efirə baxırdım, efirlərin birində balasını gördüm. Bala mübarək olsun, balanın toyunu gördüm. Allah saxlasın və Məhəbbət müəllim, sizdən şux bir mahnı gəlsin, olar mı? Şux mahnı elə gələcək, bu saatı qırğın düşəcək. Mikrofonu yandırın, bəli. Mikail. Bəli, bəli. Hörmətli tamaşaçılar, əziz dinləyicilər. Mikail yazıq deməyim də, səhərdən özünü öldürür, əlin qaldırır, deyir. Bir durur nəyə bir Azərbaycan alqışlayaq ürəkdən. Yaşa Azərbaycan! Yaşa Azərbaycan! Yaşa Azərbaycan! Sağ ol, təşəkkür edirəm. Ona görə də sizlərin ərazi elədiyimə görə bağışlayın. Mən deyirəm, bəlkə kim uduzdu, kim uddu. Bu sevgi. Buyuraq. Sol əvvəli variasiya verin.
sevgide kim uduzdu, peşmanım kim olacak? Bu sevgide kim uduzdu, kim mutlu, peşmanım kim olacak bilmirəm. Səsim tutdun arazdı, aşağırdım, hayırdım, hayaldım. Mən arazam, səsim tutdun arazdı, aşağırdım, hayırdım, hayaldım. İndi daha qaynar bir bayazdım, isinərimi boğdacaq. İndi daha qaynar bir bayazdım, isinərimi boğdacaq. Güllər mənə gül yazmağı unuttum, gülüm gülüm güllerim bir vurur. Güller bana gül yazmalı unuttum, gülüm gülüm güllerim bir vurur. Sevgide kim uduzdu, kim mutlu, peşmanım kim olacak? Bu sevgide kim uduzdu, kim mutlu, peşmanım kim olacak bilmirəm. Bu sevgide kim uduzdu, kim mutlu, peşmanım kim olacak? Bu sevgide kim uduzdu, kim mutlu, peşmanım kim olacak bilmirəm. Mehmet Kazımov. Çok sağ olun. Değerli tamaşaçılarımız, çok sağ olun və mən sponsorlar haqqında məlumat verib dərhal keçid almaq istəyirəm reklamlara. Verilişimizin baş sponsoru Sopsan boyalardır. Bizim verilişin baş sponsoru ki akrilik parlaq boyaları təqdim eləyir. Ekoloji təmiz, su əsaslı, universal fasad və daxili diyar boyası da akrilik boyalar. Parlaq görünüşü var adından bəlli olduğu kimi çatlamazdı, qopmazdı, rəngi solmazdı, silinə biləndir, nəm və rütubət keçirməyəndir. Təşəkkürlər buna görə Sopsan və digər sponsorumuz Quix evin əşyaları. Bəli, mütləq Quix'dən olmalıdır. Və Quix'dən təqdim olunan bu ütülər haqqında mən demişəm, bir dəfə də deyirəm ki, bu ütülər hərəkət zamanı isinir, əl toxunmazsa bu isinməz Şəbnəm xanım. Çünki Quix'dəndir. Yəni əl dəyərkən, yalnız ütüləyərkən ondan istilik gəlir və enerjiya çox qənaətçildir. Və burada əl çəkən maşınlar var ki, deyir, bax balaca boyu var, amma bir toyun adamını yola sala bilər. Üzərində də bir il zamanəti yazılıb, 3000 kilovat, elə deyilmi? Bəli, 3000 kilovatdır və bununla yanaşı eyni vaxtda Quix'də ən önəmli olan nədir? Enerjiya qənaətçidir və radiatorlar var ki, 5 yağ kanalı ilə, hətta 7 yağ kanalı ilə, 5 yağ kanalı ilandır və nədir? 5 yağ kanalı o deməkdir ki, Məhəbbət müəllim, istilik daha çox verir. Amma daha çox verməsi ilə yanaşı enerjiyaya da eyni vaxtda çox qənaətçildir. Ona görə də təşəkkürlər Quix deyirik və mən geyimə görə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Kevin Ross'a bir gürültülü alqışlar gəlsin. Kevin Ross Azadlıq prospekti 80 ünvanında yerləşir. Kevin Ross'un telefon nömrəsini deyim. Şəhər nömrələrindəndir 440-26-50. Şəxsən Müşfiq müəllimə dərin təşəkkürlərimi bildirirəm və saz düzümünə görə Usta Emin sağ olsun. Deyilib salonda çalışan Usta Eminin telefon nömrəsi 050-747-33-33 və Rəhmanın yanında dayanıb Rəhman canı. Bap balaca reklamlarımız var deyirəm. Reklamlar!
Gürültülü alqışlarla dərhal keçid alırıq verilişimizə və mən bugün verilişimizdə seyirli pərdə layihəsindən yaxşı tanınan Elvin qardaşımızı görürəm. Bir alqışlayaq. Elvin də gözəl səsə malikdir və digər dəyərli qardaşlarımızı da salamlayıram, var olsunlar və bizə baxanlar çoxdur. Lökbatan qəsəbəsindən hazırda bizə baxırlar və bugün Qəmzə xanım nəvələri əlinin 10 yaşı tamam olması münasibəti ilə təbrik eləyirlər. Biz də qoşuluq bu təbrikə və Əlirza babanın da gözü aydın olsun deyirik və atası Elxan oğlu Elşəni belə yazılı 13 yaşı olması münasibəti ilə dostu kimi təbrik eləyir? Elvini ata olma münasibəti ilə təbrik eləyir. Eşq olsun bütün tamaşaçılarımıza və... Mənə qurban, canlı efirdir. Bir dəqiqə bağışın, üzr istəyirəm. İstəyirəm sən deyəsən, burada bizim Azərbaycanımızın Qarabağ yolunda canlarını vermiş olanlar əyləşib. Bəli, Qarabağ veteranları əyləşib. Alqışlayırıq. Var olun. Usta dursunlar, boylarını görək. Var olsunlar. Usta durun, boyunuzu görək. Eşq olsun və Qubadlı batalyonunda vaxtı ilə olmuşsuz. Var olun. İgidlər, əsl Azərbaycan igidləri. Və telefon xəttində tamaşasımız var. Alo. Xeyr, necəsiniz? Salamlayıram sizi. Biz də sizi salamlayırıq. Kimdən danışırıq? Zəhradır Qaradağ rayonuna. Qaradağ rayonuna da salamlarımızı göndəririk. Zəhra xanım, şəxsən sizə də qonaqlarınızı salamlayıram. Çox sağ olun. Və salamlar. Bir də sizdə ana şeiri istəyirəm. Mübariz müəllimdən Şınıq təranələrini istəyirəm. Aha, ana şeirini mən gələn efirdə deyəcəm, amma bu dəfə Şınıq təranələri Aşıq Mübarizdən elə bu dəqiqə gələcək. Sizin şərəfinizə, bütün tamaşaçıların şərəfinə Şınıq təranələri və pencəyini əynindən çıxararaq Aşıq Mübariz gəldi görək, nə dedi, necə dedi, buyur.
Çox sağ olun. Və təşəkkürlər alqışlara görə. Telefon xəttində tamaşaçımız var. Allo. Alo, Axşamınız xeyir olsun. Axşamınız xeyir. Sizə böyük təşəkkürümü bildirirəm. Bu gözəl verilişi bizə bəxş etdiyiniz üçün. Mən şəxsən orada qonaqları salamlayıram. Hamısına təşəkkürümü bildirirəm. Mən orada tamaşaçılara qeyd eləyirəm ki, siz canlı izləyirlər. Biz də ekran arxasındayıq. Siz də gələ bilərsiniz. Hər bir tamaşaçıya sevimli kanalımızın qapısı hər zaman açıqdır. Mən Sərdən xanımdan ne üçün dəsmalını istəyirəm? Qabaqcadan sizə təşəkkürümü bildirirəm. Çox sağ olun və sifarişiniz yəqin ki dediniz, aha, Şəbnəm xanımdan, bəli. Şəbnəm Tovuzlu və buyursun gözəl bir ifa gələcək. Amma lap balaca reklamlardan sonra.